Mağaradakı heç bir səs sizi qorxutmayacaq. Qalanını isə yol boyu işıq kimi istifadə edə bilərsiniz. Jubi həyəcanlandı. Sehirli daşlar, mən ikisini alıram. Dubi güldü. Mənim çantamda yer çoxdur, hamısı sığar. Bubi daşları yığa-yığa gedi. Deməli, qorxunun dərmanı qırmızı daşlardı. Uşaqlar Aslana təşəkkür edib yenidən mağaraya qayıtdılar. Bu dəfə çantalarında par-par parıldayan qırmızı daşlar var idi. Mağaranın ağzına çatanda Jubi dedi. Uşaqlar, indi heç qorxmuram. Dubi də başını tərpətdi. Mən də, sanki içimdə işıq yanır. Bubi əlində bir daşı yuxarı qaldırdı. Gəlin gedək, macəra bizi gözləyir. Onlar mağaranın içinə girdilər və bu dəfə gürültülü səs bir mahnı kimi eşidildi. Hu, bu, u. Amma heç biri qorxmadı, çünki qırmızı daşlar yumuşaq bir istilik saçırdı. Mağaranın dərinliyində uşaqlar böyük bir kristal gördülər. Kristal ətrafa göy, yaşıl və qızıl rənglər saçırdı. Dubi heyranlıqla dedi. Məgər quşlar bizi buna görə buraya çağırırmış? Jubi sevincdən hoppandı. Aslan olmasaydı heç vaxt içəri girə bilməzdik. Bubi güldü. Qorxu olsa da onu tanıyıb üzərinə gedəndə yox olur. Beləcə Dubi, Kubi və Bubi həmin gündən sonra meşədə qorxmadan gəzirdilər. Çünki çantalarında sadəcə qırmızı daşlar yox, həm də bir dərs vardı. Qorxunu məğlub etməyin ən yaxşı yolu onu tanımaq və üzərində irəliləməkdir.